ya da faciənin səbəbidir. Bəziləri isə sadəcə təsadüf olduğunu düşünür. Sonraki illər və pop mədəniyyətindəki yeri. Hadisələrdən sonra Mothman uzun müddət görünmədi, amma insanlar onu heç unutmadı. 2002-ci ildə The Mothman Prophecies adlı film çəkildi və bu əfsanəni bütün dünyaya tanıtdı. Hər il Point Pleasant şəhərində Mothman festivalı keçirilir və minlərlə insan bu hadisələri yerində görmək üçün şəhərə axışır. Nəticəyə baxaq. Bu gerçək mifdir, yoxsa kollektiv qorxu? Mothman haqqında müxtəlif nəzəriyyələr var. Bəziləri deyir ki, bu sadəcə böyük bayquş və ya quş olub. İnsanların qorxusu və şok vəziyyəti onu canavar kimi görmələrinə səbəb olur. Digərləri isə inanır ki, Mothman fövqəltəbii bir varlıqdır. Gələcəkdəki fəlakətlər xəbər verir. Daha skeptik yanaşanlar isə kütləvi halüsinasiyanı, medianın təsirini və qorxu psixozunu günahlandırır. Amma bir şey dəqiqdir. Mothman əfsanəsi hələ də yaşayır. Gecə TNT arayada tək-tənha gəzməyə cəsarət edən varsa, bəlkə o qırmızı gözlərlə göz-gözə gələ bilər. Allah hamımızı şərlərdən qorusun. Kanalımıza abone olmağı və videomuza like qoymayı unutmayın.